Bəli, dəyərli izləyicilər, deməli gəlmişəm bir dənə məkan var ora. Hansı ki, burada tanıdığım çox yaxşı, çox peşəkar ustalar var ki, bir çox avtomobillərlə bağlı, xüsusilə də inamarkalarla bağlı nə problem varsa anında həll edirlər və çox da münasib qiymətə iş görürlər. Mənim demək olar ki, neçə avtomobilim olubsa, bura gəlmişəm. Burada Elşan usta var, Kənan usta var, elektrik, Elşan usta var. Həm korobkadır, yəni sürətlər qutusudur, mühərriklə bağlı problemlərdirsə, qabaq askılardır, yəni pedok deyək də, bütün avtomobilə bağlı nə problemlər varsa o həll edirlər və özü də yaxşı münasib qiymətə 3-cü mikrorayon dairəsindən üzü Şamaxınka deyilən istiqamətə qalxanda sağ tərəfə dönürsünüz. Megastor var, onun yaxınlığındadır bu Plafaktoriya. Burada yaxınlaşacağıq, içəri görək ustalar işləyirmi? Baxıram ki, açıqdır. Mən dediyim ustaların sexi. Və burada bir çox ustalar işləyirlər, iş başındadılar. Deməli, dəyərli izləyicilər, gəldik. Demək olar ki, neçə avtomobilim olubsa, mənim avtomobilimdəki bir çox problemləri başqa yerlərdə ustalar başıma oyun açıblar və o problemləri elə olub ki, gələ bilməmişəm vaxtla əlaqədar və harasa yolum düşəndə orada o problemi həll eləməyə çalışmışam. O da təbii ki, mənim yol verdiyim bir səhv olub və o səhvi də digər dırnaqarası ustaların səhvini də məhz buradakı bu canavar ustalar, Elşən və Kənan usta o problemi həll eləyib. Elşən usta demək olar ki, bütün inamarkaların problemlərini, dərdini, sərini nə varsa axtarır, tapır, onu o problemi həll edir. Yəni mühərriklə bağlı, sürətlər qutusu ilə bağlı və avtomobillərin qabaq açıqları və belə deyək də pedok deyirik biz, cilingəs reysan işləri. Bütün bunlarla bağlı nə problem varsa, Elşan usta həmin problemləri anında aradan qaldırır və özü də keyfiyyətli və zəmanətli iş görür və hər kəsin cibinə uyğun, münasib iş görür. Baxır müştərisinə, müştərinin imkanı yoxdursa, o imkanı da təbii olaraq Elşan usta nəzərə alır. Eləcə də Kənan usta çox yaxşı elektrikdir deyərdim. Yəni avtomobillə bağlı elektrik sistemində nə problemlər varsa, Kənan usta onu diaqnoz edir və o problemi tapır, ortaya çıxarır və həll eləməyə çalışır və həll edir də. Bəli, Elşan ustanın yanındayıq. Qarşımızda bir Opel Astra H var. Səhv eləmirəmsə dizeldə. Bəli. Elşan usta bir neçə? 1.3 dizel. 1.3 dizel turbo dizeldir. Turbo dizeldir. Bu avtomobildə nə problemi var idi? Elşan usta nəyi aradan qaldırdın və avtomobildə indi vəziyyət nədir? Avtomobildə mən də salamlayıram tamaşaçıları belə deyim də. Avtomobildə maxavikində səs var idi. Maxaviki dəyişdim. Bir də korobkasında birinci, ikinci, üçüncü skoruslarda korobka dala qabağa gelib gəlir bunlarda. Yəni çox adam bunu elə bilirlər ki, fikirləşirlər ki, yəni paduşkadır, ya qranatdır, ya perixadnikin patemnikdir. Yox. Yəni ondan ötürü Balkan vtulkalarını da belə dəyişirlər. Trabesin belə deyim. Mənasız lazım olmayan mənasız lazım olmayan, bəli. O problemi də korobkanın içində patemniklər var. 6 ədəd patemnikdir. O patemniklər dağılmışdı. O skorusun dala qabağa gedib gəlməyin aradan qaldırdım. Bir də maxavik səs eləyirdi. Yəni görsədə də bilərəm maxaviki. Yeni maxavik dəyişdim. İndi maşını kodlayacağam, hər şey göz qabağında sürüb yoxlayacaq. Sürüb yoxlayacaq. Elə bir yerdə yoxlayarıq, o problemlərə baxaq ki, aradan qalxır. Sözümüz yaxşı ustalar deyil. Təbii ki, o özünə usta deyən dırnaqarası ustalardan danışırıq ki, problemin qaynağını tapa bilmir, düzgün diaqnoz qoymur və başlayır sənə get bunu al, gətir dəyişim, get onu al, gətir dəyişim. Əlbəttə ki, bəli. Bunu dəyişək, bu ehtiyat səsini qoyaq, bəlkə kəsər, bəlkə düzələr, amma baxırsan ki, bir əldən cibindən pul gedir, amma problem həll olunur və əsəbləşirsən, avtomobil də gözündən düşür, heç o avtomobili sürmək istəmirsən. Keçən illə bayram vaxtları idi, belə vaxtları idi. Deməli, maşına sürür. Ayağın qazdan götürüb qaz verəndə rul dala qabağa gedib gəlir yuxarı. Ondan ötürü bu təkər dəyişiblər. Ki versə dəlizləcək. Aporunu dəyişiblər, yəni lazımsız bir hissələri dəyişiblər. Şaravoy, pedokda da dəyişmədiyi bir şeylər qalıb. Yəni bir dənə travesin vtulkalarına baxmayıblar ki, çünki maşının bütün kuzası, bütün hər bir şey travesin üstündədir. Bu vtulkalara baxmayıblar deyənə. Ona görə də o qaz verəndə maşın travesin üstündə qabağa gedir, gəlir, oynama verir. Bax, bu nədən irəli gəlir Elşan usta? Bax, bu yəni ustanın belə deyək də qeyri-peşəkarlığıdırmı, nədirmi? Yəni niyə baxmır bax buna yəni, olaraq? Yenə də deyirəm, periodokda o cür nə səs gəlirsə, bunun təkərini dəyişməyə, yəni aporniyə heç bir aidiyyəti yox. Əlbəttə ki, ola bilər ki, indi ora kimi çatmayıb da usta, yəni ki, bəlkə də indi yaxşı bir usta olub onu dəyişən, indi ondan fikirləşməyib ki, yəni bu trabesin vtulkasında bu problem ola bilər. Yəni mən maşını bir dəfə sürdüm, yoxladım, gəldim, dedim, açdım, görsətdim özlərinə, birinci açdım, görsətdim, dəyişdim, məndən razı qaldılar, getdilər. O gündən bəri o müştəri də oldu mənim, yəni daimi klientim oldu, müştərim oldu, gəldi, getdi. Yəni. Yaxşı iş görəsən ki,
həmin insan, həmin şəxs, sürücümüz növbəti dəfə bir problem yaşananda yenə də həmin ustani axtarsın, tapsın. Bir də sexin ümumi vəziyyəti, bəziləri ümumi vizual görünüşə həmişə bəlkə də önəm verir ki, sex bir olmalıdır, nə bilim, yer, göy, kafel, metlaq, parıldamalıdır. Əgər belə olmasa orada görülən iş bir köpürlük deyil. Xeyr, mən bu fikirlə tamamilə razı deyiləm. Elə yerlər olub ki, getmişəm ki, sexə girəndə bütün şəklin divarların hər tərəfinə düşür, amma ortada iş yoxdur. Bu sexdə konkret olaraq iş görülür. Sex səliqəsiz də ola bilər, yer, göy, yağ, mazut da ola bilər. Dədə-babadan görmüşük də, sexə girəndə sexdən yanacaq iyi gəlməlidir, sexdən yağ iyi gəlməlidir və açar-uçar hərəsi bir tərəfdə olsun, amma orada iş görülsün. Məsələ bax burasındadır. Eşansa bir şey soruşmaq istəyirəm ki, dizel mühərriklərlə bağlı 1-2 gün bundan öncə, mən vaxtaşırı bu videolar qabağıma çıxır, bəzi sürücülər bəlkə də kimdənsə belə bir şey eşidib, bilmirəm bu nə dərəcədə doğrudur ya yox, bunu sizdən soruşmaq istəyirəm. Deyirlər ki, mən dizel mühərrik də sürdüyüm, fərqi yoxdur, hansı avtomobil olsun. Gedir yanacaq doldurma məntəqəsinə və dizel vurmazdan əvvəl boş baka, boş yanacaq doldurma çəninə 1 litr və yaxud 2 litr premium benzin doldurur. Daha sonra dizel vurur ki, bu mühərrikin ömrünü uzadır və yaxşı çəkir maşın. Bu nə dərəcədə doğrudur? Mən bunu soruşmaq istəyirəm sizdən. Mən heç rəva bilmirəm onu. Yəni özüm də dizel sürmüşəm. Yəni mənim öz yaxınlarım da sürmüş müştərilərimdə. Yəni görmüşəm ki, deyir ki 95 benzin qatıb. Yəni onun heç bir ona ay farsunkanın gözlərini açır. Yəni əslində dizel yağlı olmalıdır. Dizelin tərkibi bəllidir. Benzin tərkibində artıq kükürt maddələri və buna bənzər digər kimya maddələr var və təsəvvür edin ki, bu iki yanacaq bir-birinə ziddirsə, bu avtomobil konkret olaraq dizel mühərrikdir nəzərdə tutulubsa, buna sən benzin qatanda nə baş verə bilər? Yəni əlbəttə heç bir şey səni nə qədər irəli sala bilər? Yəni absurd fikirlərdir. Elşən Ustanın nömrəsini də paylaşacağam. Yerini də artıq bayaq çəkiliş eləyəndə dedim sizə. Bəli, gələrsiniz, lap mənim adımdan gələrsiniz. Elşən Usta yaxşı ustadır. Yəni mənim Elşən Ustadan buna görə nə reklam eləmirəm, nə pulu almıram, nə bir şey. Özü burdadır, Allah burdadır. Yəni sadəcə olaraq, yəni mən istəyirəm ki, sizə yaxşı ustalar təqdim edeyim. Bundan sonraki çəkilişlərimdə də bildiyim, tanıdığım bir çox ustalar var ki, həmin ustalarla bağlı, yaxşı ustalarla bağlı sizə istiqamətlər verəcəm və mən bu ustaların işinə başımla cavabdeyəm. Mən sizə tam əminliklə deyə bilərəm. Bəli, indi avtomobilimizi yoxlayacağıq. Sürücünün özü nə deyir? Problem aradan qalxıbmı? Deməli, maşın artıq işə düşdü. Elşən Usta maşını xoddadı. Heç bir problem yoxdur işləməyində. İndi sürüb yoxlayacağıq, baxaq görək. Avtomobil hansı problemlə yaxınlaşmışdı bura, o problem həll olunubmu? Yenə deyirəm, problem 100% həll olunub. Sadəcə yenə də hər ehtimala usta həmişə işini görəndən sonra maşını sürür, yoxlayır və təhvil verir sürücüyə. Baxaq görək, Elşən Usta sürsün, baxaq yoxlayaq görək, problem aradan qalxıbmı? Günəş imkan vermir ki, yaxşı çəkək. Yox, biz bunu bir balaca qaldıraq, özümüzə gün düşsə də olar. Usta nə müşahidə edirsən? Artıq yerindən götürəndən, çünki sürətlər qutusundakı o problemi aradan qaldırmısan, bu əslində yerindən götürəndə hiss olunmalıdır. Yerindən götürəndə bax bu Scorusa bir dənə çəkiliş olunmalıdır, Scorus. İndi onu çəkəcəm, göstərəcəm. Scorus dala qabağa gedib. Bax indi məsəl üçün dayanmışam, bu tərpəndim. Bu Scorus tam gəlir, elə bir maşın Scorus atacaq bir dəqiqə. Yəni artıq bu sürətlər qutusunun başlıq hissəsi yerində oynayırdı. Oynayırdı. İndi o yerində oynama hamısı kəsir. Çəkməyi necədir? Maşındakı əla. Yəni sürətlər qutusu pillələrə keçirdəndə nələr hiss edirsən? Hamısına keçirdirəm ha. 4-cü Scorus. Salam, heç bir problem yoxdur. Aradan qaldırıb Elşən Usta hamısın. Əladır hər şey. Nə ilə bağlı gəlmişdin qardaş? Karovka ilə Maxavikdə problem var idi. Karovkanın düzdü boşdu. Əladır hər şey. Çox razıyam. Super. Təxminən nə qədər xərciniz çıxdı? Mən təzə almadım, işlənmiş aldım ölüxanadan. Hardasa 500-600 manat xərcim çıxdı. 500-600 manat təkcə ehtiyat hissəsinə xərciniz çıxdı. Bəli. Ehtiyat hissəsinə 5-600 manat xərci çıxıb, amma qardaş əsas odur ki, əmindir ki, orijinal ehtiyat hissələrini qoyubdur. İşlənmiş olsa da elədir, yoxsa yox? Bəli. Yəni bəzən işlənmiş ehtiyat hissələrinə çox adam üst tutmur, amma yaxşı vəziyyətdə olsa, az işlənmişini tapsınız. Mən də şəxsən, bəlkə də məsləhət görərdiniz ki, o daha yaxşı effekt verir. Əlbəttə ki, işlənmiş ehtiyat hissəsi orijinaldır, amma beləsinə təzə aldığımız o da işləyir, effekt verir. Yəni sadəcə orijinalla onda fərq çoxdur, bəli. Bəli, bu avtomobilin problemi həll olundu. İndi gedirik başqa bir avtomobil var. Rayondan gələn bir avtomobil var ki, görək Elşən Usta başqa hansı işlər görəcək. Onunla da bağlı detallı çəkib sizə göstərəcəm.